Salamlar. Bu videoda CSS-də mətn stillərini idarə edən ən vacib propertilərdən danışacağıq. Demək olar ki, hər web layihəsində bu propertilərdən istifadə edirik. İlk propertimiz color-dır. Hansı ki, biz color vasitəsilə mətnin rəngini dəyişə bilərik. Məsələn üçün, mən istəyirəm ki, mənim H1 tagımın rəngi qırmızı rəng olsun. Onun üçün mən H1 selektorundan istifadə edirəm və daha sonra mötərizələrin daxilində color yazıb red yazırım. Və görərik ki, H1 tagım qırmızı rəngə çevrilir. Burada biz color-a rəng yazarkən onu həm adla, həm hex kodu ilə, həm də RGB və ya HSL formatı ilə təyin etmək mümkündür. Digər bir propertimiz font size propertisidir. Bu xüsusiyyət vasitəsilə biz mətnin ölçüsünü müəyyən edə bilirik. Bunun üçün font size yazırıq və məsələn 24 piksel olaraq qeyd edirik. Görürük ki, bizim yazımızın ölçüsü 24 piksel olmuşdur. Bunu daha da göz sərf etmək üçün 100 yazıb fərqi rahatlıqla görə bilərik. Üçüncü bir xüsusiyyətimiz font family xüsusiyyət, hansı ki, bunun vasitəsilə biz mətn üçün istifadə olacaq şrift növünü təyin edə bilərik. Gəlin bunu da yoxlayaq. Family. Belə bir family seçək. Görərik ki, H1 tagımızın şrifti digər şriftlərdən fərqlənir. Çünki biz ona font family vasitəsilə hər hansı bir şrifti təyin etmişik. Daha sonra font weight xüsusiyyətimiz var. Hansı ki, bunun vasitəsilə biz yazımızın qalınlığını idarə edə bilərik. Gəlin bunun elə H1 tag üzərindən göstərək. Font weight yazıram və özü mənə burada bir çox xüsusiyyətlər verir. Məsələn, 900 qeyd edirəm. Görürəm ki, H1 tagım digərlərinə nisbətən daha qalın fontda yazılmışdır. Bunu daha da kiçik göstərə bilərik. Baxın, H1 tagım digər P taglarına nisbətən daha nazik qalınlığa malikdir. Keçək font style'a. Font style adından bəlli olduğu kimi mənim yazılarıma bir style verir. Məsələn, hamımızın bildiyi italik yazı tipi yazıları maili hala salır və belə bir görüntü yaradır. Digər xüsusiyyətlərimizin davam edək. Gəlin bu xüsusiyyətləri isə F tagındakı yazılarımıza aid edək. Digər istifadə olunan xüsusiyyətlərimizdən biri text align-dir. Hansı ki, bunun vasitəsilə biz mətnin hizalanmasını müəyyən edə bilərik. Məsələn üçün, text align yazıram və center qeyd edirəm. Bu zaman görürük ki, bizim P tagında olan yazılarımız öz sətrin ortasına gəldi. Buna səbəb isə bilirsiniz ki, P tagı blok element olduğu üçün bütün görüntümüzün enini tam tutur və özünü ortalayan zaman ekranın ortasına gəlmiş olur. Digər bir xüsusiyyətimiz text decoration'dır. Hansı ki, adından bəlli olduğu kimi tekstimizə dekorasiya veririk. Burada underline-dan istifadə edə bilərik ki, rahat görə çapsın. Yazılarımızın altından xətt çəkir. Daha sonra text transform xüsusiyyətimiz var. Capitalize bütün sözlərin ilk hərfini böyük, digərlərini kiçik yazır. Daha sonra uppercase bütün hərfləri böyük yazır. Lowercase isə bütün hərfləri kiçik olaraq qeyd edir. Daha sonra line height propertisi var. Bunun vasitəsilə biz sətirlər arasındakı məsafəni tənzimləyə bilirik. Bunun üçün line height yazırıq və məsələn 10 piksel qeyd etsək, sətirlər arasındakı məsafəni təyin edir. Bunu daha da gözə çarpı etmək üçün 100 piksel qeyd edək və görürük ki, iki element arasında olan məsafəni 100 piksel olaraq qeyd etdi.
Daha sonra hündürlüğü təyin edə bildiyimiz kimi hərflər arasındakı məsafəni də təyin edə bilərik. Bunun üçün isə letter spacing qeyd edirik və 10 piksel qeyd etsək, gördüyümüz kimi hər bir hərf öz arasında 10 piksel məsafə saxlayaraq yazılıb. Hərflərdə olduğu kimi biz bunu sözlərə də aid edə bilərik. Word spacing yazsaq, 20 piksel qeyd etsək, görərik ki, burada artıq hərflər yox, hər bir söz digər sözə nisbətən 20 piksel aralıqda yazılıb. Bu xüsusiyyətləri düzgün istifadə etməklə biz web səhifələrimizdə mətnlərin həm dizaynını, həm də oxunarlığını ciddi şəkildə yaxşılaşdıra bilərik.